Salam. Bugünkü aktual mövzumuz işçinin ixtisar olunmasıyla bağlıdır. Belə bir sual meydana çıxır ki, əgər işçi ixtisar olunarsa, ona ödənilən müavinətdən hər hansı bir tutulmalar mövcuddurmu? Gəlin bu məsələyə aydınlıq gətirək. İlk növbədə bildirmək istəyirəm ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70.b bəndi ilə ləğv edildikdə, bu barədə işçiyə əmək stajından asılı olaraq öncədən rəsmi xəbərdar edilməlidir. Əmək müqaviləsi Əmək Məcəlləsinin 70.a və b bəndləri ilə ləğv edildikdə, işçiyə əmək stajına uyğun olaraq birdəfəlik müavinətlər ödənilir. İşçinin əmək stajı 1 ilədək olduqda, orta əmək haqqının 1 misli miqdarında, işçinin əmək stajı 1 ildən 5 ilədək olduqda, orta aylıq əmək haqqının 1,4 misli, 5 ildən 10 ilədək olduqda, orta aylıq əmək haqqının 1,7 misli, 10 ildən çox olduqda isə orta aylıq əmək haqqının 2 misli məbləğində birdəfəlik müavinət ödənilir. Əlavə olaraq bildirmək istəyirəm ki, Vergi Məcəlləsinin 102.1.4 maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, işçilərin ixtisarı və ştatların ixtisarı zamanı işçilərə ödənilən müavinətlər gəlir vergisindən azaddır. Sağ olun.